Mənə deyirlər, hələ cavansan, indidən bu qədər dinin içinə girmə, mənə bir söz deyərdiniz. Yaxşı. Allah qəbul eləsin ilk öncə. Amin. Bir də ki, yəni belə deyək də, neyinirsiniz axı, ibadət edirsiniz, itaət edirsiniz. Dinin içinə girmə deyərkən namaz qılmaq, oruç tutmaq, bunlar yəni onun əlindən o birisi nemətləri almır ki, getsin elmini də oxusun, məsələn tutaq ki, təhsilində davam eləsin. Yəni din axı gəlməyib insanın əlindən nemətləri alsın. Din gəlib insana imanla zinətləndirsin. Din gözəllikdir, düz deyil. Din. Ona görə ola bilsin o bəzi insanlar dini düzgün anlamayıblar. Dini düzgün anlamayıblar. Bir də axı biz Allaha cavab verəcəyik, düzdürmü? Allaha gəlib cavab verəcəyik. Yəni sən buna deyirsən ki, misal üçün bir nəfər desən ki, narahat olma ki, ibadətdən uzaq, bunu cavab verə bilməyəcəksən axı Allaha. Yəni Allah ona vacib edib o ibadəti, o hicabı, o namazı. Bir nəfər əgər durub deyirsə sən narahat olma axı, o məsələn tutaq ki, 30 yaşında başlayarsan. Birinci əcəl bilmirsən axı nə qədərdir. Düzdür? Nə qədər yaşayacaqsan bilirsənmi? Məsələn Quranda mən indi yadıma düşdü, 3 dənə yerdə Allah deyib ki, la reybə fih, la reybə fihi. Zəlikəl kitab la reybə fih. Deyib bu kitabda şək şübhə yoxdur. Bir qiyamət haqqında deyib liyu'min la reybə fihi. Qiyamət günü ona şək şübhə yoxdur. Üçüncü də əcəl haqqında deyib cəalə ləhum əcələn la reybə fihi. Əcələ şək şübhə yoxdur. Gəlib yaxalayacaq ömür, ölüm. Əcəlimiz var. Amma biz bilmirik nə qədər yaşayacaq. Biz bilmirik ki, nə qədər ömür sürəcək. Qoy Allah istəyən kimi yaşayaq. Allahın dediyi kimi ömrümüz sürək ki, gedib Allahın huzuruna çıxacaq və bir də cavab verəcək Allahımız. O deyən adamlar məgər bu cavab verə biləcəklər? Yox. Onlar bilsinlər ki, bunlara görə hamısına, hər sözünə görə cavab verəcək Allaha.